Niyə Albaniyanın Ksamil bölgəsinə getməyi məsləhət bilmirəm? Hamının Avropanın Maldiv adaları deyib reklam etdiyi Ksamil məni çox məyus etdi. Hamının reklam etdiyi bu yer mənim yaddaşımda turistlərə ilə dolu bir yer kimi qaldı. Ona görə səmimi fikirlərimi sizinlə paylaşıram. Şəhər balacadır, sıxdır və o qədər də təmiz deyil. O təriflənən ağqumlar isə əslində saxtadır. Qiymətlər Albaniyaya görə həddindən çox bahadır. Gecələr isə pəncərəni səsküylə açıb yatmaq mümkün olmur. Gecə həyat sevirsinizsə bu başqa məsələ. Ksamilin yerinə mən deyərdim ki, mütləq Himalaya bölgəsinə gedin. Çimərlikləri boldur, dənizi təmizdir. Qiymətləri isə çox münasibdir. Dəniz məhsulları sevirsinizsə, bura sizin üçün əsl belə cənnət məkan olacaqdır. Albaniya barədə daha ətraflı məlumat üçün başlığı oxuyun və daha öncə paylaşdığım postlara nəzər sala bilərsiniz. Bu yay Albaniyaya gedən dostunuza göndərin və səhifəni izləməyi unutmayın. Hələlik.